Salam, bugün Vüqar Zeynalovun hesablama tipli tapşırıqlar testindən kimyanın ilk əmlayışları, maddə miqdarı, Avogadro qanuna baxacağıq. Başlayaq birinci testdən. Amonyak və hidrogen qazları qarşılığında proton sayı neutron sayının 12 vahid çoxdur. Bu qaz qarışığı 5 moldur. Qaz qarışığının oksigenə görə nisbi sıxlığını hesablayın. Deməli, amonyak var əlimizdə və hidrogen. A mol amonyak deyək, B mol da hidrogen deyək. Gəlin baxaq burada proton saylarına. Azotda deməli atom kütləsi 14, proton sayı 7-dir, hidrogende də 1. Burada proton sayını hesablayaq. 7A üstə gəl olacaq 3A. Burada isə proton sayı olacaq 2B. Neutron sayına baxsaq, hidrogendə neutron yoxdur. Azotda var və 7 neutron var. Deməli, burada neutron sayı olacaq 7A və deyişi neutron sayından 12 vahid çoxdur. 7A-dan 12 vahid çoxdur proton sayı. Bunun cəmi edir 10A və gəl 2B. Bu qaz qarışığı 5 moldur deyir. Deməli, əlimizdə bir bu tənlik var. 5 mol deyirsə, yəni A mol və B mol cəmi eləyəcək 5. İkinci tənliyi də buraya yazsaq, burada deməli belə bir bərabərlik alaraq 7A-nı bu tərəfə keçirsək, 3A üstə gəl 2B bərabərdir 12-yə. Burada sistem tənlikdə birincini 3-ə və yaxud da 2-yə vura bilərsiniz. Fərqi yoxdur. Sadəcə biz bir məhsul tapaq ki, o birisini də tapa bilək. Hər tərəfi 3-ə vursaq, eləyəcək 3A üstə gəl 3B bərabərdir 15-ə və yuxarıdakı, yəni bu birinci tənlikdən bu ikinci tənliyi çıxsaq, B bərabərdir 3 eləyəcək. B 3-dürsə, deməli A plus B 5 idi axı. A da deməli neçə eləyəcək? 2. Molları tapdıq. Qaz qarışığının oksigenə görə nisbi sıxlığını hesablayaq. Oksigenə görə nisbi sıxlığı hesablamaq üçün əvvəlcə biz M ortanı müəyyənləməliyik. Növ 1 olsun, B1 üstə gəl növ 2. M2 bölünsün növ 1 üstə gəl növ 2. Bunun üçün deməli amonyak burada 2 moldur. 2 vurulsun 17. Üstə gəl 3 vurulsun 2. Molları cəmi də 5-dir. Burada deməli cavab eləyəcək 8. Oksigenə görə nisbi sıxlığı tap deyirsə, bu da eləyəcək 0-dan %25. İkinci suala baxaq. Normal şəraitdə 179,2 litri 252 qram olan azot monoksid və oksigen qaz qarışığının bir-birlə reaksiyasından sonra alınan qaz qarışığının heliuma görə nisbi sıxlığını istəyir. Deməli, yenə deyək, burada A mol NO, B molda oksigen var deyək. NO-nun deməli molyar kütləsi 30-dur, oksigeninki isə 32-dir. Bu bizə lazım olacaq. Əvvəlcə burada nəyi müəyyən edə bilərik? Mol tapa bilərik burada. Necə? Burada bizə həcmi verib 179,2 litrdir. 179,2 litri 22,4 litrə bölsək, burada taparıq ki, bu 8 mol qaz qarışığı var burada. Yəni A üstə gəl 5 8-ə bərabərdir. Hamı bir mol sayı olaraq götürmüşük. Və ikinci tənliyimizi necə əldə edərik? Burada deyək ki, 252 qramdır. Baxaq, deməli 30 vurulsun A, üstə gəl 32 vurulsun B. Yəni bunların kütlələri cəmi 252-dir. Bu iki tənlik əvəz də eləyə bilərik. Yuxarıdakı tənlikdə
A bərabərdir 8 minus B yazıb aşağıda əvəz edə bilərik. Bu zaman burada hər tərəfi 2-yə bölsək, 15, A-nın əvəzinə də 8 minus B yazsaq, üstə gəl 16 B bərabərdir 126-ya. Buradan da B-ni tapırıq 6-dır, A-nı tapırıq 2-dir. Aha, bura qədər deyirəm ki, aydındır hər şey. Sonra isə reaksiyaya baxmalıyıq biz. NO və O2 reaksiya girir, əmsallaşdırırıq. 2 moldan reaksiya girən oksigenin mol sayı 1 moldur. Burada isə 2 mol girəndə 1 mol oksigen reaksiya girir, 2 mol da NO2 əmələ gəlir. Bir-biri ilə demək reaksiyasından sonra alınan qaz qarışıqlığa görə. Burada baxırıq ki, artıq qalan hansıdır. Deməli, biz gördük burada 2 mol NO-dur. NO-nun hamısı reaksiyaya girib. 2 mol da NO2 alınır. Amma bu 6 mol oksigenin hamısı reaksiyaya girmir. Bax, biri reaksiyaya girir və 5 mol da oksigen artıq qalır. Yəni, bu son qaz qarşılığı 2 mol NO2 və 5 mol O2-dən ibarətdir. Heliuma görə nisbi sıxlıq deyirsə, biz yenə də M ortanı tapmalıyıq. NO2-nin kütləsi 46-dır. 2 vur 46, üstə gəl 5 vur 32 və 2 üstə gəl 5, bu da bizə verəcək 7. Burada tapırıq 36. Heliuma görə nisbi sıxlıq istəyirsə, 36-nı bölürük 4-ə, cavab edir 9. Sual. Deməli, qaz qarışığı verilib, orta kütləsi və əlavə olunan qazların mol sayı verilir. 1 mol X qazına. Burada biz 1 mol X qazının kütləsini necə müəyyənləşdirə bilərik? Görürsünüz, əvvəlcə 30 olub. Bu 1 mol Y qazı əlavə ediləndən sonra 29 enib. Yəni, X-in kütləsi 30-dur. Biz elə birinci X-i müəyyən edə bilərik. CO2 kütləsi 44-dür. C2H6 30, C2H2 26, oksigen 32, C2H4 isə olacaq 28. 30 olan bir dənə B bəndi var. Bu uyğundur. Sonra isə 1 mol Y əlavə olunur. 1 mol olmağın hardan bildik? Burada gördüyünüz kimi qrafikdə yazılıb. Bu 1 mol əlavə ediləndən sonra əvvəlcə 30 idi, sonra M orta 29 olur. 30-dan 29-a düşürsə, demək ki, bu 30-dan kiçik bir ədəddir. 30-dan kiçik olanda burada 26 var, 28 var. Ayrı da hesablasaq M ortanı birinci C bəndinə görə. Hər biri 1 mol onsuz da 30 üstə gəl 26 böl 2. Burada edir 50. Deməli, 56. 56-nı da 2-yə bölsək, 2 dəfə bu da 28. Bizdə isə M orta 29-dur. Demək ki, cavab C deyil. Sonra bax Y bəndinə. Y bəndində isə 28 üstə gəl 30 böl 2. 58 böl 2 edəcək. Ki, bunda cavab edir 29. Demək ki, Y bəndidir. Sonra isə bura 3 mol əlavə olunur. Bilmirik hansıdasıdır. Əlavə olandan sonra görürsünüz 29-dan gəlib 38-ə. Demək ki, bu kütləsi 30-dan böyük olandır. Yenə burada da kütləsi onsuz da variant olaraq bir 44 var, bir də 32 var. Bunları da hesablasaq, birinci A bəndinə görə baxsaq, deməli, biz burada bu Y-də nəzərə almalıyıq. Y-də var, yəni sonradan Z-də əlavə olunub. Deməli, X var, Y var 1 mol, üstə gəl 3 mol CO2 desək, burada cavab edəcək 38. Demək ki, düzgün cavab burada A bəndiymiş. 4-də eyni kütləli qapalı 3 qab verilib.
Birinci qabın qazla dolu kütləsi ikinci qabın qazla dolu kütləsindən 2,5 qram az, üçüncü qabın qazla dolu kütləsinə 4 qram çoxdur. Bunları elə 1, 2, 3 deyə qeyd eləsək, buna M, bu M plus 2,5, M minus 4 olacaq. Verilən şərtə əsasən X qazlı molyar kütləsi 6A plus 4-dür. X qazının kütləsi. A ədədi mildium xəstəliyinə qarşı mübarizədə istifadə olunan maddənin tərkibindəki P element sayının neçə faizini təşkil edir? Bu artıq ən sonuncu hissə olacaq. Deməli, burada X qazı budur. Deməli, birincisi var N2O, ikincisi də C2, yox, C4H6, C4H6, bir isə X qazı var. Biz burada nəyi müəyyən edirik? Bu M-4-dür də, qaza dolu kütləsində olan çoxdur. Bir bunların molyar kütləsini tapsaq, deməli 28 üstəgəl 16. Bu eləyəcək 44. C4H6 54. X-daki 6 plus 4 verir. Və burada bir dənə də şərt var ki, qablarda qazların molu eynidir. Yəni, hər birinə burada A ədədi var artıq. B mol qaz var desək, bu 54B olacaq. Bu 44B olacaq, bu isə 54B olacaq. Burada bir bərabərlik tapa bilərik bizə. Deməli, 44B kütlü olaraq bərabərdir M-ə. 54B isə bərabərdir M üstə gəl 2,5-ə. Və burada qazların eyni mol olduğunu nəzərə alsaq, burada X-da B moldur, amma bunun konkret olaraq kütləsini bilmirik. Ona görə də vururuq bizə verilən 6 plus 4-ə. Və bunu yəni burada əvəz eləyək. 54B bərabərdir. M-in əvəzinə 44B yazaq. Üstə gəl 2,5. Bu bizə verəcək 10B bərabərdir 2,5-ə. B də bərabərdir 0,25-ə. Mən 0,25 mol imiş. B biz isə tapmalıyıq nəyi? A-nı ki, burada verilən şərt əsasını tapa bilək. A-nı necə tapacağıq? Burada M-i müəyyən eləyərək tapa bilərik. Biz demişdik ki, 44B M-ə bərabərdir. Fərqi yoxlardır, yerinə qoyun. 44B vurulsun 0,25 B-nin artırıcı yerinə qoyuruq. Bərabərdir M-ə. M-i də buradan tapanda deməli eləyəcək 11 və gətirib burada bu səfər yerinə qoyuruq. 11 çıxıb 4, beləcə 7. Deməli, kütləsi orada 7 imiş. Qazla dolu kütlə. Və deməli, bir bərabərlik daha haradaydı? Buradaydı. Ki, biz yukarıdakı şərti bir daha yada salsaq, biz deməli B mol götürmüşük, 6 plus 4'dür və bu da bərabərdir M minus 4 ilə, yəni 7-yə. B-ni tapmışdıq, 0,25'dir. A-nı bilmirik, üstə gəl 4, bu bərabərdir 7-yə. Burada da deməli, burada 6'nı unutduq. 6A-dır. Burada A bərabər olacaq 4-ə. Bunu tapdıq, A-nı artıq bilirik biz. Mildium xəstəliyinə qarşı mübarizədə istifadə olunan maddə. Mildium xəstəliyinə qarşı istifadə olunan maddə budur. Mis 2 sulfat olsun 5H2O. Burada elementlərə baxsaq,
Mis D elementidir. Kükürt P elementidir. Oksijen P elementidir. Hidrogen S elementidir. Yine oksijen ve P elementidir. E, P element sayını sorulur bizdən. Burada deməli P element sayı bir dənə kükürt var, 4 dənə oksijen, 5 dənə burada var, 5'i də burada var. Çünki burada əmsal var. Cəmi 10. Yəni 10 100%'dir. A ədədi isə 4'tür. Bunu tapsaq buradan gələcək 40%. Beşinci sual. 1 mol C XH4 və 2 mol N2-dən ibarət qaz qarışığının oksijen respektivi 1'dir. 1 mol CXH4 maddəsində karbonun kütlə payını faizlə hesablayın. Deməli, bir dənə CXH4 var əlimizdə. 2 mol N2 var. Oksijenə görə biz bunun hesablayası olsaq, nisbi 1 verib, M ortanı bölməliyik 32'ye. Bu 1'i verməlidir. Buradan aydın olur ki, bu deməli orta maliyyə kütləsi nəyə bərabərdir? 32'ye bərabər. Gəlin yerinə qoyaq. 32 bərabərdir. 12x üstə gəldi 4. Bu CXH4'ün kütləsidir. 12 karbon atomunun kütləsidir. Vururuq x-ə plus 4. 1 mol olduğu için 1'e vurmağa da ehtiyac yoxdur. Üstə gəl 56. Nəyə görə? Çünki 2 mol azot var. Böl 3. Deməli 1 mol CXH4, 2 mol da N2. Buradan isə x tapırıq 3'dür. Sonra isə rədddə deyirdi ki, CXH4 maddəsində karbonun kütlə payını faizlə hesablayın. Burada karbonun kütlə payı 36'dır. 36'sı nə qədər bilmirik. Ümumi kütlə isə 40'dır. 40 qram isə 100%. Biz də tapırıq ki, burada deməli 90% kütlə payı olaraq karbon var imiş. Altıncı sual. Orta maliyyə kütləsi 24,5 qram bölünsün olan hidrogen və oksigen qarışımının 20 litrinə daha neçə litr hansı qazdan əlavə etse guruldayıcı qaz alınır. Guruldayıcı qaz bilirsiniz də 2 mol H2 və 1 mol O2'nin reaksiyasıdır. Bunlardan ibarətdir guruldayıcı qaz. Yəni 2'nin 1'ə nisbəti olmalıdır. Baxaq deməli şərtə orta maliyyə kütləsi 24,5'dir. Və bunların buna x deyək, buna da y deyək. X plus y 20 litrdir. X'in əvəzinə 20 minus y yazaq və orta maliyyə tapılma düsturunda bir dənə məhsul olsun deyə yerinə qoyaq. Burada bu səfər M1 V1 üstəgəl M2 V2 böl V1 üstəgəl V2 düsturuna istifadə edəcəyik. Deməli 2x üstəgəl 32y fərzimi də onsuz da bizə vermişdi 20'ye bərabərdir. Burada deməli x plus 16y bərabərdir 245 deyil 24,5'ə. 20 minus y qoyaq yerinə, üstəgəl 16y bərabərdir 24,5'ə. Y buradan tapdıq 15'dir, y 15 isə x də 5 eləyəcək. Şimdi qaydaq yuxarıdakı şərtə. Y deməli 15, bu isə 5'dir. 2 dəfə çox olmalıdır. 2 dəfə çox olsun deyə bu 5'in üzərinə 25, yəni 15'e də 2'ye vurun. Yəni bu 30 olmalıdır ki, 30'un 15'e nisbətində olsun. 2'nin 1'ə nisbətini versin bizə. Deməli 25 litr hidrogen əlavə eləmək lazımdır.
7-ci sualda deyir, amonyak azot qarışığında rabitə yaradan p orbital sayının rabitə yaradan s orbital sayına fərqi 15-dir. Qaz qarışığının proton cəmi 52 moldur. Qarşılıqda hidrogen atomunun mol sayı ümumi atomların mol cəminin neçə faizini təşkil edir? Burada p orbital deyirsə, rabitə yaradan amonyakdan biz nəzərə almalıyıq ki, sp3 hibridləşmə var. Yəni x mol amonyak götürsək, y mol da azot götürsək, açıq quruluşunu da yazsaq belə, bu sp3-dür. Bu da p deyil. Bir də hidrogenlər var ki, bunlar da s-dir hamısı. Azotda isə hamısı p-dir. Bu da p, bu da p. Deməli, ilk olaraq yazaq. Amonyak azot qarışımında rabitə yaradan p orbital sayını. Gəlin baxaq burada rabitə yaradan p orbital sayına. Deməli, burada amonyakda p orbital sayı olmadı. Burada isə 1 mol olanda 6 dənə p orbital olur. Bizdə isə y moldur, ona görə 6y yazır. 6y. S orbital sayına fərqi deyir. S orbital isə NH3-də var. Birində 3-dür. X mol götürmüşdür, 3x olacaq. Fərqi 15 verib şərtdə. Buradan yola çıxaraq 2y minus x bərabərdir 5 yaza bilərik. X bərabər edək 2y minus 5-ə. İndi baxaq ikinci şərtə. Qaz qarışığının proton cəmi 52 moldur. Deməli, azotda 7 proton var, hidrogende də 3 olduğu üçün 3, yəni bir molunda 10 proton var, x molunda 10x. Bizdə gəl, yenə burada azotdur, 14y. Bu bizə verir 52-ni. Bir də buradan bir bərabərlik tapsaq, yerinə qoya bilərik bu yuxarıdakını, burada x-in əvəzinə. 10 vurulsun 2y minus 5, üstə gəl 14y bərabərdir 52 yazıb, hesablasaq buradan y 3 alarıq, x isə 1. Hidrogen deməli atomunun mol sayı, hidrogen atomunun mol sayı. Bu x1'dir, hidrogen olacaq 3. Ümumi atomların mol cəminin 3 moldur. Deməli, yuxarıda hesablasaq 4 atom var, aşağıda isə 6. Cəmləci 10. Mol atom sayı bu 100%-dir. 100%-dir. 3-ə isə A desək, A bərabər olacaq 30%. Deməli, 8-ci suala baxaq. Metan və butendən ibarət qaz qarışığının sıxlığı oksigenin sıxlığına bərabərdir. Metan və buten qarışığında mol nisbəti ən kiçik natural ədədlərin nisbəti kimidir. Metan-buten qarışığında neçə qram karbon var? X mol CH4 götürsək, Y mol da C4H8. Bunların deməli M ortası 32-yə bərabər olacaq. Nəyə görə? Çünki sıxlıq oksigen sıxlığına bərabərdir. M ortası 32-yə bərabərdirsə, yenə M orta düsturunda yerinə qoysaq, 16x üstə gəl 56y bölünsün x plus y. Buradan bir bərabərlik əldə edəcək, 2x bərabər olacaq 3y. X və y-ə nisbəti 3-ün 2-yə nisbəti. İndi ardına baxaq, burada deyir ki, mol nisbəti ən kiçik natural ədədlərin nisbəti kimidir. Yəni ki, belə buradan aldığımız ən kiçik ədədlərdir də. X deməli 3-ə bərabərdir, Y də 2-yə bərabərdir. Və son olaraq nə soruşur? Neçə qram karbon var deyir. Deməli 3 mol CH4, 2 mol da C4H8 olacaqsa, burada ümumi 11 karbon var. 11-i 12-yə vursaq, 132 qram. B bölünsün A-nın hesablayın. Cədvəldə verilib bizə CH4. Buna deyək, burada mol sayılarını verib B mol CH4, A mol C3H4. Deməli, qarşılıqlı hidrogenin kütləsi. Hidrogen kütləsini necə taparıq? 4B
üstə gəl 4A. Bu 20%. Ümumi hidrogenlər. 4 burada var. B'ye vurduk. 4 de bu. Hidrogenlerin kütle payı 20% ise yerde kalan 80% de karbonun kütle payı olacak. Düzdür mü? Karbonun kütlesi ise 12B üste gel 36A. Da yine ixtisar aparsaq 4 qalsa 4 4'üm 16B üste gel 16A. Aslında ixtisar da gedə bilərdik. Neyse. Yazağanı beyni. Bərabərdir 12B üstə gəl 36A. Burada deməli çıxsaq 4B baxır. 36'dan da 16 çıxsaq 20A qalmış olacaq. B bərabərdir 5A'ya. Burada indi B bölünsün. A nisbətini istəyir. B'nin yerinə ilə 5A yazsaq, A yazsaq da cavab edəcək 5. Onuncu sual. Əlavə edilən CH4-ün mol sayı N-in neçə faizini təşkil edir? Burada həm şəkil var, həm qrafik var. Gəlin baxaq. Əvvəlcə bu qaba fikir verək. Bu deməli bilmirik kütlə nə qədərdir? Mol nə qədərdir? X mol CO2 var deyək. Y mol C2H4 deyək. A mol da CH4 əlavə edilmiş olsun. Və bizə nə deyir? Qrafikə baxırıq. Deməli, qazların ümumi mol sayı. Baxın, qazların ümumi mol sayı əvvəl nə olub? 2 olub və M ortada 32 olub. Yəni, burada X plus Y 2-dir. M ortada 32-dir. Biz burada M orta düsturundan yola çıxaraq yine yazsaq, 4 X və gəl. Deməli, 28 Y bölünsün 2. Buradan bir bərabərlik alsaq, 4 X üstə gəl 28 Y bərabər də 64. Bunu saxlayaq. Bu olsun bizim birinci tənliyimiz. Sonra isə yenə burada mol sayı arta bilmirləri. Əlavə olunub CH4. Əlavə edilən CH4-ün mol sayı N-in neçə varidini təşkil edir? Burada N bu arada əlavə edilən CH4-ün mol sayı deyil. Ümumi mol sayı gördüyünüz kimi burada yazıb ümumi mol sayı. Ona göre de CH4'e A demişik. İkinci bir tane yazsaq, bu artıq CH4'ü əlavə edəndən sonra M orta olub 28, onda 8. Deməli, yenə yazırıq. 44X üstə gəl 28Y üstə gəl 16A. Bölünsün 2 plus A. Bu N bu arada bərabərdir 2 plus A'ya. Burada görürsünüz 4x plus 28 Y bu 64'dür de düzdür. Bak yukarıda tapdıq. İndi burada hesablasaq A'nı tapacağıq 0 onda 5. A 0 onda 5'e bərabər olacaq. N nəyə bərabər olacaq? 2 onda 5. Neçə faizini təşkil edir deyir. A bilmirik neçə faizini təşkil edir. A deyəndə yəni A-lar tapmış 0.5 neçə faizli bilmirik. B faizli. Amma 2.5 ise 100%'dir. Yəni N'in neçə faizini təşkil etməsini soruşurdu. Onu tapırıq ki, deməli 20% eləyəcək. Amma ixtisar edib burada 5 qalır. %5'e bölsək 20% eləyəcək. Bu birinci sual. X2 qrupu 4 maddəsinin kütləsi 33 qramdır. Bu birləşmədə 0.2 mol Y və 9.2 qram X mövcuddur. Y-in nisbi atom kütləsinin X-in nisbi atom kütləsinə fərqini hesablayın. Deməli, 0.2 mol X2 Y4 olduqda burada nə qədər X olur? 0.4 X düzdür. Üstü olaraq da X-in kütləsini X deyək atom kütləsinə.
bərabər olur 9/2-yə. İkisi biz buradan tapdıq ki, 23 imiş. Deməli, 0,2 molu bunun 33 qramdırsa, səhvdə verdi bu. Bəs 1 molun kütləsini necə hesablayarıq? Dedik ki, burada artıq ikisi birlikdə 23-dür, 46 eləyəcək. Gəl Y-in kütləsini bilmirəm. Plus 64 oksigen kütləsi. Y isə tapacağıq 55. Sonra bizdən nə soruşurdu? X mövcuddur. Y-in isbatının kütləsini, X-in isbatının kütləsini verin. 55-dən çıxıb 23-ü. Bu da verəcək bizə 32. 13-cü sual deməli. C-H4-ün kütləsinin oksigen kütləsinə olan nisbəti 1,6 kütlə nisbəti kimi verilib. Götürülmüş qaz qarışığının ümumi mol miqdarı 2,25 moldur. Qarışığın tam yanmasından sonra alınan materialda cəmi neçə mol atom olacaq? Deməli, MC3H4 MO2 nisbəti 1-in 1,6 nisbəti kimi. X desək C3H4-də, oksigen də Y mol desək, Spilus Y 2,25 mol şəkildə verib. Və bunların kütlələrin yazısı olsaq, 40X-in 32 Y-ə nisbəti 1-in 1,6-ya nisbətidir. Buradan isə tapırıq 5X-in 4Y-ə nisbəti 1 bölünsün 1,6, 2X bərabər Y-ə. Bu 2X bərabər Y-ə tapdıq və gətirək burada yerinə qoyaq. Deməli, tapırıq ki, 3X bərabərdir 2,25-ə, X 0,75-dir, Y-si olacaq 1,5. Neçə mol atom olacaq deyirsə, alınan maddələrdə deyil. Burada yanma reaksiyasını yazmaq lazımdır. Yazırıq. 3 mol CO2 əmələ gəlir, üstə gəlir 2,5 O. Deməli, və nəyə baxmalıyıq? Qarışığın tam yanması deyil. Yəni, burada oksigenlə elə karbohidrogen var. 1 moluna 4 mol oksigen sərf olunur. Bəs biz deməli tapdıq burada oksigen isədir 1,5. Bax, görək 1,5-nə nə qədər sərf olunur? O deyir 0,375 mol. Yəni, burada C3H4-dən artıq qalır. Son qaz qarışığında odur, son maddələrdən. Maddələr soruşur burada, sadəcə qazlar yox. Və buradan nə tapdıq? Deməli, 0,1475 bu reaksiyaya giribsə, CO2 nə qədər olacaq? 3 vurulsun 0,1475. Bu da bizə verəcək 1,125-i. Həmçinin suda 2 vurulsun 0,1475-ə. Bu isə verəcək bizə 0,75-i. Son olaraq, baxın, əlimizdə nə var? Bu var, bu var. Oksigen hamısı sərf olunub. Və 0,75 mol C3H4 var idi. Onun 0,1375 reaksiya girdi. Yerdə yenə qaldı 0,1375 mol C3H4. Burada isə cəmi neçə mol atom soruşur. CO2-yə vururuq bunu. Bunu H4-dakı atomların sayını 7-ni də vururuq. Cəmi eləyəcək 8,25 mol atom sayı. Sual 13. Azot və hidrogenin ibarət 500 mol qaz qarışığının reaksiyasından sonra qabda 400 mol qaz alınıb. İlkin qaz qarışığının molda neçə faizi reaksiya daxil olur? Bu tipdə suallar topluda olur. X mol N2, Y mol H2 deyək. Bu X plus Y cəmi bizə verir 500-dür. Reaksiyanın yazası olsaq, N2 plus 3H2 alınıb 2NH3. Burada mol cəmi nədir? 4-dür. Azalma nə qədər olur?
2 mol azalma və 4 idi oldu 2 mol alınıb. 2 molda burada azalma baş verir. Azalmaya görə gedirik. Amma bunu nə qədər reaksiya edir bilmirəm, emin deyirəm. Azalmanı isə görə bilərəkdir. Burada konkret 500-dən 400-ə gəlib. Yəni nə qədər azalma oldu? 100 olmaz. N nəyi mütməli? 200 imiş. Demək ki, burada reaksiyaya girən hissə 200 moldur, 300 mol isə artıq qalıb. Diqqətli olmaq lazımdır. Daxil olmayanın faizini istəyir. Daxil olmayan 300-dür. Buna deyək A. Ümumi isə 500 idi. Bu isə 100%-dir. A bərabərdir 60%. 14 SH4 deməli SH4 üstəgəl 2H2. Metan tam parçalanıb reaksiya verib bizə. Metanla hidrogen qaz qarşılığında orta molekül kütləsi 6 qram oldu. İlkin qarşılıqda 6 mol. Cəmi ən kiçik natural ədədlərdir. Qarşıda mol cəmi ən kiçik deməli natural ədədlərdir. Alınan qaz qarşılığında orta molekül kütləsini hesablayın. Deməli, biz bura bir yazaq əvvəl. Əvvəl deyək ki, A mol CH4 var idi və B molda H2. Bunun orta molyar kütləsi 6-dır. Hesablayası olsa orta molyar düsturuna əsasən üstəgəl B bərabər 6-ya burada tapırıq ki, A böl B bərabərdir 2 böl 5-ə. Və şərtlər edir ki, ən kiçik natural ədədlərdir. Yəni A bərabərdir 2-yə, B bərabərdir 5-ə. Son olaraq əlimizdə nə var? Deməli, 2 mol CH4 var idi. Bu 2 mol CH4 reaksiyası parçalanır. Nə görürük? Alınıb 1 mol. Bundan 2 mol da bundan. Bu hidrogen sonda nə qədərdir? Əvvəldə 5 var idi. E mol 5 mol. Plus 2 mol alındı. Yəni son olaraq əlimizdə 7 mol H2 var. 1 molda C2H4 var. Bunun M ortasını hesablayaq. Deməli, 1 olsun 28, üstə gəl 7 olsun 2, bölünsün 1 üstə gəl 7. Deyiləcək 5-dən üstə 25. Dörtdə keçdi 15. CO və O2 qazlar reaksiyasından sonra qaz qarşılığının heliuma görə nisbi sıxlığı 9,5-dir. CO tam sərf olunub. İlkin qaz qarşılığının oksigen həzm payını hesablayaq. Deməli, heliuma görə nisbi sıxlıq 9,5-dir. Nisbi sıxlıq üçün biz əvvəldə nəyə bilməliyik? Təbii ki, M ortanı. Deməli, bunun M ortası nəymiş? Heliuma bölsək, 4-ə bölsək, aldığımız ədəd nə olub? 9,5 olub. 9,5-i bıraq 4-ə M ortanı tapın. Bölür 38. M ortası 38-dirsə, reaksiyanı yazsaq, CO üstəgəl O2 alınıb 2 mol CO2 düşəcək. Deyək, Çin qaz qarşılığının oksigen həzm payı. CO tam sərf olunub deyir. Buna 2x deyək. Bu 2x götürsək, oksigen reaksiyaya girən hissəsi olacaq x və alınan CO2-də olacaq 2x. Amma ki, burada CO tam sərf olunub deyir. Oksigen isə artıq qalır. Artıq qalan hissəsinə də deyək y. Son olaraq burada biz deməli M ortanı tapsaq, bu verilən şərtə əsasən tapsaq, özünün yerinə qoyduğumuza əsasən. Deməli, M orta 38 idi dedik. Əvvəlcə burada nə olub? 2x almışıq. Burada reaksiyadan sonra deyir. Əvvəlki qaz qarşılığı CO olanda yox, sonraki qaz qarşılığının nisbi sıxlığı 38-dir. Sonraki qaz qarşılığında da nə var? 2 mol CO2 var. 2x daha doğrusu 2x vurub 44 üstə gəl.
Burada oksijen deməli X reaksiyaya girib son olarak Y mol oksijen var. Y bu 32 bölünsün 2x üstə gəl Y. Burada bir bərabərlik əldə edirik. 3y bərabərdir 6x-a. Y də bərabərdir 2x-a. Və ilkin qaz qarışığına əsasən belə deyək, ilkin qaz qarışığında 2xCO var idi və biz ilkin qaz qarışığında X plus Y oksigen var idi. Niyə görə? Çünki Y molu artıq qalanda X isə reaksiya girib. İlkin olaraq X plus Y-dir. Və ilkin qaz qarışığında oksigen həcm payını istəyir. X plus Y neçə faizdir bilmirik. A deyək. Ümumi olaraq isə 2x üstə gəl, x üstə gəl y, yəni 3x üstə gəl y isə 100%-dir. Burada tapdığımız y-in yerinə 2x qoysaq, deməli 3x a faizdir. X plus y, deməli y-in yerinə bunu qoyuruq. 3x üstə gəl 2x-dır. Burada da aşağıda yerinə qoysaq edir 5. X isə 100%-dir. A bərabər olur. Nəyə? 60%. İndi isə baxa 16-cı suala. Deməli, duz qarışığı verib bizə görürsünüz. Duz verib. Metalın ümumi kütlə payı 31-dirsə, qarşıda kütlün kütlə payı. Bu rahat sualdır. Yazaq və göstərək. Əvvəlcə biz baxaq deyəm. Metalların kütlə payı 31%-dirsə, 100-dən 31% çıxsaq, gerdə qalan bu süd və oksigen kütlə payı eləyəcəkdir. Düzdür, 69%. Və yəni kütlələrə baxaq. Bu 32 olanda oksigen neçə olub? 60. 32 olanda olub 64. Burada 3 də var. 3 vur. Ötürəsə siyazaq gərək. Tənasüb kimi vursaq da. Burada rahatlıqla yəni aradakı fərqi görə bilirik də 2 dəfə fərqlənir. Deməli, kütlələri yazası olsaq, birincidə deməli 32x küçüldüyün kütlələrini yazsaq 32 y üstə gəl bu axırıncıya da belə dedik x y z verək. Axırıncıya da 3z vur 32 desək. Aşağıda nə olacaq? 64x üstə gəl. Oksigen kütlələrini yazıram. 64x üstə gəl. 3z vur 64. Burada biz rahatlıqla nəyi görürük? 2 dəfə fərqlənir. Yəni, burada mötərizə xaricində aşağıda 2-ni çıxarsam, yuxarıdakını aşağılaşaraq hissər gedəcək və 2-də 1 qalacaq. Bu 2-də 1, yəni 1-in 2-yə nisbətindədir burada. Bu indi x desək, bu da 2x-dır. Bu isə bizə ümumilikdə neçə faiz verməlidir? 69% verməlidir. Yəni toplasaq, x eləyəcək cəmi 69, x deməli eləyəcək 23. Bunu da belə yazsaq 23-ün 46-ya baxın. Toplayanda nə verir? 69% verir. Nəyə soruşur burada? Südün kütlə payını soruşur. Baxın, bu yuxarıda yazdığımız süd idi. Bax. Nisbətdə nədir bu? X-dir. Oksigen isə 2x-dir. Oksigen soruşsaydı 46-dır, südü soruşduğu üçün 23-dür. Yetinci sual. XHP2O7 birləşməsində X metalı sabit valentlidir. X metalının fosfit turşusu gətirdiyi normal dozda cəmi neçə mol atom var? Sabit valentli isə XHP2O7. Bu H4P2O7-dir də. Yəni bunun valentliyi 3-dür. Hansı turşu dedi? Fosfit. Fosfit. HPO3. Burada ayağında 3. Bunda ayağına 2 düşür. H
e, 3PO3-dür də fosfit. Neçə mol atom var deyirsə, bunları hesablayır və cəmi 17 mol tapılır. 18. 1 mol karbohidrogenin tam yanma zamanı suyun mol sayı oksigenin mol sayının 40%-ni təşkil edir. Reaksiya yazıb əmsallaşdırmaq lazımdır. Oksigen molekulunun mol sayı CO2 və H2O-nun mol üzərindən 1 vahid azdır. 1 mol karbohidrogende rabitədə iştirak edən qeyri-elipli orta sayını hesablayın. Deməli, bu karbohidrogen bilmirik nədir. Ona görə də CXH2 yazarıq. Üstə gəl O2 yazsaq. Alınır nə? CO2 və H2O əlbəttə. Bunları əmsallaşdırası olsaq, bura X, burada Y böl 2 düşər. Oksigen qarşısına nə düşəcək? 2X üstə gəl. 0.5 Y-də yaza bilərik. Böl 2. Sayı bərabər olsun deyə. Və şərtə baxaq. Suyun mol sayı. Suyun mol sayı nədir? 0.5 Y-dir. Suyun mol sayı, oksigen mol sayının 40%-ni. 40%-ni təşkil etmək o demək ki, 0.4-ə vurmuşuq da. Yəni, bunun 40%-nə vursaq, vurub 40% böl 100. Bu da bizi 0.4. 0.4-ü vuraq. X plus Y böl 4-ə. Bunu sadəcə sadələşdiririk burada. Buradan Y tapırıq ki, 4-dür. Y 4-dür. Deməli, Y burada 4 tapırıq. Sonra isə yenidən şərtə baxsaq, suyun mol sayı deyir. Suyun mol sayı burada 4 bölünsün 2. Suyun mol sayı 2 moldur. Oksigenin mol sayının 40%-ni təşkil edir. 40%-dir. Biz gəlin buradan tapaq 100%-dir. Oksigenin mol sayı nədir burada? 2x üstə gəl. Y artıq yerinə qoysam 1 eləyir. 2x üstə gəl 1 böl 2. Bu 100%-dir. Yerinə qoysaq, sır aparsaq, bu qalır 5. 2x plus 1 bərabərdir ona. X bərabər olur 4.5-ə. Düzgün mü getdik? Bir deyil, burada səhv vurmuşam mən 4 üstə gəl. 2 eləyir. Y4 yox, 2-dir. Y4 tapmışıq. 4, 5, 20, 2 eləyəcək. Əslində, bunun 40%-i edir. Burada deməli 2x plus 2, bu da 10 eləyir. Bərabər 8-ə, 8-i də 2-yə böldükdə alınır 4. Yəni burada x da 4-dür, y də 4-dür. Bu C4 H4'dür. C4 H4 formuluna uyğun olacaq vinil asetilen. Deməli, qeyri-hibrid orta sayını tapanda hidrogenlərin sayı üzərindən gəlirik 2 olsun pi rabitə sayı. Burada 2 olsun 3 olacaq. Cəmi eləyəcək 10. Qeyri-hibrid orta sayı eləyəcək 10. 19. Deməli, qaz qarışığı verilib C2H4 və C4H6 ümumi mol sayı 5-dir. Karbon deməli kütləsi hidrogen atomlar kütləsinə nisbəti 34-ün 4.5-ədir. Qaz qarışığının hidrogen görüntüsü sıxlığı X-dir. X-i tapmalıyıq. Əvvəlcə bunların kütlələrin yazaq, molyar kütlələrin. Bu 28. C4H6 isə 54 edir. B bu A mol olsun, bu da olsun B mol. Deməli, əgər A mol olsa, orada karbonun sayı nə qədər olacaq? 24 A, aşağıda isə olacaq 48 B.
Hidrogenlərin sayı isə kütlə olaraq 4A 6B bərabər olacaq. Deməli, 34 böl 4 onda 5. Buradan biz B-ni tapırıq ki, 7A böl 3'dür. Və bizə ümumi mol sayı nə verib? 5. A üstə gəl B isə 5-ə bərabərdir. Burada yerinə qoyduqda isə A 1 onda 5 eləyir. B-ni də buradan yerinə qoyub tapsaq, yəni həlləsi 3 onda 5 alınır. Deməli, hidrogenə görə nisbi sıxılıq istəyir. Hidrogenə görə nisbi sıxılıq tapmaq üçün əvvəlcə M ortanı hesablamaq lazımdır. M orta deməli 28 A üstə gəl 54 B bölünsün 5'e deyəcək. Artıq biz burada A-nı B-ni bilirik. Burada yerinə qoyub hesablasaq tapırıq. Deməli, A-nın yerinə 1 onda 5 qoyacaq. B-cinin də yerinə 3 onda 5 eləyəcək 46 onda 2 cavab. Hidrogenə görə nisbi tapsaq 46 onda 2-ni böləcək 2, o da eləyəcək 23 onda 1. Deməli, 20. Qarşıda neçə qram karbon var? Mol sayı 2 mol kütləsi 78. S2H6, S4H6, S3H6 verilib. A, B, C desək, A üstə gəl B üstə gəl C bərabərdir nəyə? 2-yə. Kütləsi isə 78-dir deyir. Gəlin bir-bir bunların kütlələrinə baxaq. S2H6 deməli olacaq 30. Aslında belə də eləyə bilərik. Ayrı-ayrı da baxa bilərik. Yaxşısı belə eləyək. Gəlin ayrı-ayrı baxaq. Çünki burada sırf bizdən nəyi soruşur? Karbonun kütləsini soruşur. Deməli, birincidə 24A üstə gəl 6A. Birincinin kütləsi üstə gəl. İkincidə 48B üstə gəl 6Y. Bu ikincinin kütləsi B demişik, daha doğrusu 68B üstə gəl 6B deməli 36C üstə gəl 6C. Bu bizə verir 78. İndi burada sırf karbonların kütləsini istəyir axı. 24A üstə gəl karbonlar hansılardır? 48B üstə gəl 36C. Mən bax, bunun kütləsini tapmalıyım. Karbonun kütləsi deyim, karbon da yaza bilərsiniz. Üstə gəl, burada baxın 6A üstə gəl 6B üstə gəl 6C. 6-nın mötərizə xaricini çıxarsam A üstə gəl B üstə gəl C edəcək. Düzdür? Bu 78'e bərabər. A üstə gəl B üstə gəl C də ki 2'ye bərabər də onsuz da. Burada karbonun kütləsini tapsam 6 vur 2 12 78'dən 12 çıxanda qalır 6. Deməli orada karbonun kütləsi 66 imiş. Yerdə qalan C hidrogenin kütləsi. 21. 50 qram H2 və O2 qaz qarışığına 40 qram O2 əlavə ediləndən sonra guruldayıcı qaz qarışığı yaranır. İlkin qaz qarışığında hidrogenin kütləsi oksigenin kütləsinin neçə faizini təşkil edir? Deməli, hidrogenə deyək A mol, oksigenə deyək B mol. Bunların biz kütləsini tapası olsaq 2A üstü gəl 32B bərabər olur 50-yə. 50 qram verir bax bizə. A üstə gəl 16B bərabərdir 25'ə. A da bərabərdir 25 çıx 16B'yə. Nə deyir? 40 qram O2 əlavə eləmişəm. Bu 40 qram O2 neçə oldu? 40 bölü 32'ye 1,25 mol. Bunu bir əlavə olunan sonra guruldayıcı qaz qarışığı alınır. Guruldayıcı qaz qarışığı nə idi? 2 mol hidrogenlə 1 mol oksigen. Yəni 2'nin 1'ə nisbəti idi. 2'nin 1'ə nisbəti idi.
Biz burada nisbətdən yola çıxa bilərik. Deməli, hidrogenin mol sayı A-dır. Oksijen isə baxın, əvvəl B idi. Bunun üzərinə 1,25 molda gəldi. Burada 2-nin 1-ə nisbəti və yaxud da tərsini yaza bilərsiniz. 2-nin 1-ə nisbəti alınmalıdır. Yolaz qaz olduğu üçün. A-nın yerinə yuxarıdakı 25 minus 16 B-ni yazıb tapa bilərik buradan nəyi? B-ni tapa bilərik. 25 minus 16 B yazsaq. B plus 1,25 bərabərdir 2-yə. Burada həll eləsək, B eləyəcək 1,25. A-nı da yenə B-ni əvəz eləsək, A-nı da tapacaq 5. Əslində bunu belə də bilərik də, yəni 2-nin 1-ə nisbət olduğu üçün 2 dəfə çox olmalıdır B plus 1,25-lə. Aha, sonra ardına baxaq. İlkin qaz qarşılığında hidrogen kütləsi oksigen kütləsinin neçə faizi təşkil edir? İlkin qaz qarşılığında hidrogen kütləsi nə qədərdir? 5 vursun 2, 10 qram. 10 qrama x deyək. Oksigen kütləsi isə 1,25 ilkindən söhbət gedir. 1,25 vurulsun 32. Yəni 40 qram. 40 qram isə 100%-dir. Buradan tapırıq ki, 25%. Qrafik verilib, C ədədinin A faizi sərf olunduğu müəyyən olunur. A ədədinin ədədi qiymətini nəzərə alaraq B-10 bərabərdir A-ya. AN bərk halda olub. AN maddədir bu. Təbiətdə sərbəst və birləşmə şəklində yayılıb. A elementin maksimum valenti K-dır. NK hasili B ədədinin neçə faizini təşkil edir. Deməli, buradakı reaksiya sxemitdə deməli, burada nə var? Bu x-dır, x-y2. Reaksiya girib nə ilə? Y-lə, y2 ilə. Nə alınıb? Z alınıb. Və burada kütləyə görə biz gedə bilərik. 52 buna yazaq. Y-in nə qədər reaksiya girib? C minus 12-si. Nəyə bərabərdir bu? 80-ə. 80 olacaq. C-ni buradan tapırıq ki, 40-dır. Burada nə deyir? B minus 10 A-ya bərabərdir. C ədədinin A faizi sərf olunduğu müəyyən olunur. C ədədi 40-dır. 40 100%-dir. C-nin nə qədəri sərf olunub? C minus 12. 40-dan 12 çıxırıq. 28. Sərf olunan 28-dir. A faizi. Buradan A-nı tapaq. Bölür 70%. B minus 10 da bərabərdir 70 ədədi qiymətcə verir. Bu deməli B 80 imiş. Bunu da tapdıq. B 80-dir. AN bərk halda olub təbiətdə sərbəst və birləşmə halında yayılıb. Bu AN təbiətdə həm sərbəst, həm də birləşmə şəklində yayılan. Jones yadda saxlaya bilərsiniz, həm sərbəst, həm də birləşmə şəklində yayılıb. Amma burada bərk halda olan karbondur, kükürdür. Karbonun indeksi yoxdur, bu ola bilər, kükürdür 8. Və 8, yəni bu AN-dir. N bərabərdir 8-ə. Maksimum valenti K-dır. Bizdə K da bərabərdir 6-ya. Kükürdür maksimum valenti 6 eləyir. N vurulsun K, yəni 8 vur 6, 48. B ədədi neçə faizini təşkil edir? Buna x deyək. B ədədi neçə idi? 80 idi. 80 isə 100%-dir. Buradan x-i tapırıq ki, bu 60%-miş. 23. 2 valentli metalın hipofosfit turşusu ilə hipofosfit H3PO2-dir. Əmələ gətirdiyi duzun 38,5 qramında 1 mol oksigen atomu var. Metalın nisbi atom kütləsini hesablayın. Metal H2PO2 ayağında 2 valentli dediyi üçün belə yazılır. Deməli,
1 mol oksigen atomu olanda kütlə nə qədər olub? 38,5. Bəs burada oksigen atomu sayı nə qədərdir? 4-dür də. 4-dür. Kütlə nə qədər olub? Bilmirik bunu deyək. Metalı deyək X. Bu hissənin isə kütləsi bizə verəcək 130. X plus 130. Bunun da X tapırıq ki, 24 imiş. B plus Y böl A plus X. Hesablayın deyir burada. Normal şərətli sıxlığı burada təqrib ədədlər verib sıxlığa uyğun. Yəni 22 onda 4-ə böləndə alınan ədədlər tabla. SAHB. Bunun sıxlığını tapsam, rho bərabərdir M bölünsün. 22 onda 4 eləyəcək də. Rho-nu vurmalıyıq. 22 onda 4. Aha. Vurmalıyıq 22 onda 4. Molyar həcmə vurmalıyıq. Burada nə tapırıq? 58 tapırıq. Və burada nə deyir? Formulları uyğundur. CnH2 plus 2-yə. Bu CnH2 plus 2-yə uyğundursa, deməli alkandır da. Yəni 14-ün plus 2-dir bunun kütləsini tapası olsaq, bir molun kütləsi. Bu 58-dir. Buradan eni tapıraq nə yapdır? Bu getdi. Sonra CXHY-ə baxaq. 1,78-i vurur 22 onda 4. Maliyyə həcmə. Ne eləyir? 40. Burada isə bax, uyğun olduğu CnH2 minus 2-dir. Yəni 14-in minus 2-dir. Bunun kütləsi 1 molun kütləsi, o da bərabərdir 40-a. Burada isə n bərabərdir nəyə? 3-ə. İndi bizdə B plus Y, A plus X-i istəyir. Bu formulları yazaq. A deməli 4-dür. CnH2 plus 2 formuluna uyğun olmalıdır. C4H10'dur bu. Bu isə C3 H4. Deməli, B plus Y. B plus Y. B 10'dur. Y 4'dür. A plus X A 4'dür. X 3. 14 bölü 7 bölü 2. Y-in molunu hesablayan, qarşına əmələ gətirən metal X və Y-dir. NS2, NS2, MP1. Qarşılıq molu 5 moldur. Qarşılığın H-klor reaksiyasının əldə ediləcəyinin həcmi. Burada həcmi deməli bizə verib nə qədər? 134,4 litr. Burada gəlin molu tapaq. Bunun üçün 134,4'ü bölməliyik 22,4'ə. Bu da eləyir 6. Deməli 6 mol burada hidrogen alınır son olaraq. Burada deməli X müəyyən edirik ki, neçə valentlidir? 2 valentlidir. X-in H-klorla reaksiyasının valentliyin yarısı qədər hidrogen alınır. Yəni 1 mol H2 alınır. Əgər məsələn bunu A mol götürmüşəmsə, elə A molda H2 alınmalıydı. Y-ə baxaq. Y neçədir? Valentliyi 3'dür. Bunu əgər B mol götürürəmsə, valentliyin yarısı qədər alınır da 1,5. 1,5 B hidrogen alınardı. A plus 1,5 B bərabərdir 6'ya. 6'nı buradan tapmışıq. Bərabərdir 6'ya və bizdə qarışığın molun verib. Qarışığın molu nədir? A-dır və B-dir. A üstügəl B. İsə bərabərdir 5'ə. İndi yuxarıda 2 dənədən aşağıda 2 dənəyə çıxsam, 0,5 B bərabərdir 1'ə. B bərabər olacaq 2'yə. Y-in molunu hesabla dediyi üçün Y-in molunu elə mən B götürmüşdüm, cavab eləyəcək 2.
Metan və hidrogen qaz qarışığı 24 qramdır. Metanın 1500 dərəcə Selsidə tam parçalanmasından sonra qaz qarışığının orta molekül kütləsi 4 qram bölünsün moldur. İlkin qaz qarışığında metanın mol payını faizlə hesablayın. Hı -hı. CH4-ə A deyək, A mol, hidrogenə B mol deyək. Deməli, 1500 dərəcə Selsidə parçalananda bu əmələ gəlir asetilen, üstə gəl 3 mol hidrogen. Buna indi A mol demişiksə, bu 0,5 A'dır. Nə olacaq? 1,5 A. Tam parçalanan, CH4 tam parçalanan sonra burada qaz qarışığı nə qalacaq? 0,5 A CH2, 1,5 A hidrogen. Üstə gəl burada B mol hidrogen. Bu isə bərabərdir orta molekül kütləsi 4-ə. Və bir dənə də şərt var ki, metan və hidrogen qaz qarışığı 24 qram deyir. Yəni 16A üstə gəl 2B 24 qramdır. Biz bu emorta düsturundan da bir A və B arasındakı münasibəti çıxardaq. Emortası nəyə bərabər idi? 4-ə. 4 bərabərdir. Deməli, 0,5 A vurulsun 26. Üstə gəl. Hidrogen sayı nə qədərdir? 1,5 A üstə gəl B. B hesablaya bilər. 2B üstə gəl. 1,5 A vurulsun 2. Yəni, möhtəriz xaricində çıxır biz 2-ni. Mollar isə eləyəcək deməli. B mol orada var idi. 0,5 A. İşte gəl 1,5 A. Buradan da yerinə qoysaq, burada əvəz eləsək daha rahat olar. Deməli, eləyəcək 2-yə bölsə hər tərəf 8 daha üstə gəl B bərabərdir 12-yə. B də bərabərdir 12 minus 8 A-ya. Və gətirib burada yerinə qoyaq. Burada deməli yerinə qoysaq, həll eləsək, burada baxın B-lərin yerinə 12 minus 8 A qoyun. Burada da 12 minus 8 A qoysaq, orada deməli A eləyəcək 1, B eləyəcək 4. Son olaraq bizdən nə soruşur? İlkin qaz qarışığında metanın mol payına. İlkin qaz qarışığı neçə mol idi? 1 üstə gəl 4. 5 moldur. 5 mol 100%-dir. Metanı soruşur bizdən. Metanı A götürmüşük. 1 mol isə X deyək. X də bərabər olur 7-yə. Mən burada hesablamanı uzun-uzadı yazmıram, çünki vaxt aparır. Deməli, 27, 7, 28. İki eyni həcmdə qab verilib. Birinci qabda etil və azot qazları. Deməli, birinci qabda CH2 ilə azot var. Amma nə qədərdir bilmirik. A deyək, B deyək. İkinci qabda isə karbon monoksid qazları yerləşdirilmişdir. Buna da C deyək. Qabların hər birində 0,75 mol molekul var. Yəni, A üstə gəl B 0,75-dir. C də həmçinin 0,75-dir. Əgər qablarda qazların kütlələri fərqi 0,5 olarsa, birinci qabdakı B element sayının S element sayı fərqini hesablayın. Burada C-ni artıq biz bildik də, indi A-na B-ni konkret olaraq bilmirik nədir. Burada kütlə fərqini tapa bilərik. 0,75-i vuraraq CO-nun kütləsi nədir? 28-ə. 21 qramdır. Bunu tapdıq ki, bu 21 qramdır. Kütlələri fərqi 0,5 edir. Yəni, burada bu A plus B bərabərdə 0,70-ə. Bunların kütlələrini tapsaq, deməli, 24, 26 A üstə gəl 28B 0,5 fərq edir. Yəni 21-dən çıxırıq 0,5-ə. Bunda da nə eləyəcək? 20,5. 20,5-ə bərabərdir.
Ə, İndi isə bu tənlik var ha, bu tənlik. Bu olsun bizim elə bir ki, birinci tənliyimiz və bu tənliyin ə, hər bir deməli A-nı, B-ni 0,175-i 26-ya vuraq ki, sistem tənlik quraq. Burada 26 B bərabərdir 19, 5 eləyir. Deməli, birinci tənlikdən ikinci tənliyi çıxsa, burada 2B bərabər eləyir 1-ə. B tapılıq 0,5-dir. A plus B də 0,175-i verməli axı. Deməli, A da nəyə bərabərdir? 0,25-ə toplayanda 0,175-i versin. Son olaraq bizdən nə soruşur? Birinci qabdakı B element sayının S element sayına fərqini hesablayın. Birinci qabdakı gəlin molları da yazaq qarşısında. 0,5 2. Deməli, burada P elementi olan karbon var, S elementi olan hidrogen var. Azot isə P elementdir. Azot burada deməli bir dənə olur. 0,5 2-yə vurur say olaraq. Burada isə olacaq P element sayı 0,5 0,5 bu eləyir, 0,5 də bu. Deməli, P element sayı 1,5 eləyir. Bir üstə gəlir. 0,5. Buna da çıxılıb 0,5-i cavab eləyəcək 1. Iyirmi doqquz. İki boş qab verilir. Birinci qabın boş kütləsi, ikinci qabın boş kütləsindən 4 dəfə sonra. 4 dəfə azdır deyirsin. 4. Birinci qabda amol azot qazı var. İkinci qabda isə qabın kütləsi qədər karbondioksit doldurulmuşdur. Bunun oxşarı var. Məktəb imtahanında test olusunda bu tipdə. Deməli, bunun üzərinə gələk də. Bu da üzərinə gələk ki, bu kütləsi belədir. Üzərində bunu gəlmişik. Qabların kütləsi bərabərdir. Yəni, burada nə var? 28A üstə gəl bərabərdir nəyə? 8M-ə. Qabların kütlələri baxır. A molda, akram deyil. 28 A nəyə bərabərdir? 7M-ə. Əlavə edilən CO2-nin molu B olarsa, A bölünsün, B-ni hesablayın. Burada baxın, B moldursa nə olacaq? 44B olacaq da, düzdür. 1 molun kütləsi 44-dür, B molda 44B. Bu 44B də nəyə bərabərdir? 4M-ə. Demək ki, burada 11B bərabərdir M-ə. A bölünsün M. Burada M-i gəlin burada əvəz edək. 28A bərabərdir 11B-yə. A bölünsün B eləyəcək 28 böl. Burada nə səhv verdik? Burada 7 unutmuş. Deməli, bu ixtisar getsək burada 4A eləyir. 4A bərabərdir M-ə. 4A bərabərdir M-ə. M-də nəyə bərabərdir? 11B-yə. 11 böl 4 olmuş olur. Onun da cavab edəcək 2'dan %75. Deməli, 30-cu sualda 8 qram kalsium karbonatın 25% parçalanıb, 800-ün 25%-ni tapılacaq. Mən bunun 200 qram parçalanıb və yerdə nə qədər qalıb? 600 qram. Bunun əsasən bəş qalın kütləsi A% dəyişib. Gəlin hesablayaq. Kalsium karbonat parçalanmış. Reaksiya yazaq. Kalsium oksigen üstə gəl CO2.
Burada 100 qram parçalananda azalma nə qədər olur? Azalma CO2-yə görədir, 44 qram azalır. Bəs 200 qram parçalansa 2 dəfə çox olacaqdır, 88 qram. Ə, 88 qram azalma baş verib. A faizdə nə deyir? A faiz dəyişib. Deməli, əvvəlcə kütlə neçə idi? 800 idi. 800 100% idi. Sonra azalma nə qədər oldu? 88. Bu 88 A faizdir. A-nı tapsaq, eləyəcək 11%. Sonra ayrılı fərqlidir. Artıq neylon lifinin quruluş halqasında karbon və azotun rabitədə iştirak edən hibrid orbital sayı B moldur. Neylon. Bəli, neylonu yazası olursaq bir deməli manqasını. Deməli, hibridləşmələri də yazdıq hər birində. Bu SP2-dir. Hibrid orbital sayını soruşur bizdən burada. Hibrid orbital sayı B moldur deyir. B nəyə bərabərdir? Deməli, SP3 var burada 6, burada da SP3 var. 10 olsun 4, üstə gəl. Karbon və azotun ikisi bir yerdə soruşur da. 12, SP2, 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 SP2. Bölsüm 12. Bu eləyir 52. B minus A-nı hesab edir. 52 çıxır 11. Eləyir 41. Sonra 31-ə baxaq. 6 mol. 6 mol C3H4, C3H8 və helium qaz qarşılığında 3,75 mol karbon mövcuddur. Qabda neçə qram helium var? Deməli, A mol C3H4, B mol C3H8, C mol helium. Burada karbonları yazsaq 3A, üstə gəl 3B, bu bərabərdir 3,75-ə. Hər tərəfdə 3-ə bölsək, A üstə gəl B bərabərdir 1,25-ə. 6 mol deyir, ümumilikdə 6 mol var. A üstə gəl B, üstə gəl C, bizə 6-nı verməlidir. A plus B-ni artıq tapmışıq da. 6-dan çıxacaq 1,25-i. Bu da eləyəcək 4,75 heliumun kütləsini soruşur. 4,75-i də vuracaq 4-ə, o da eləyəcək 19. Sonra 32-ci sual. Naməlum metal sulfatda oksigen kütlə payı 52%-dir, sulfatda metalın kütlə payı. Bu da rahat sualdır. Nəyə görə? Bayaqki o kükürdlə oksigenin, yəni kütlələrinə baxırıq. Deməli, bu metal bilmirik nədir? Valentliyi nədir? Onu da bilmirik. Burada gəlin baxaq kükürdün kütləsinə 32N, oksigen kütləsi neçə eləyəcək? 64N 2 dəfə fərqlənir də. Bu 52-dirsə 2 dəfə az nə olacaq? 26. Deməli, bu 26%-dir ki, bu 52%-dir. Yerdə qalandakı düşkün metalın payını 100-dən 78-dir. Bu deyil, 22%. Sonra 33. S2H6 və H2 qaz qarşılığında proton sayı 2A, neytron sayı A-dır. Qaz qarşılığında helium'a görə nisbətli hesablayın. Deməli, X silək. S2H6 deyək, buna X deyək, Y H2 deyək. Proton sayını hesablasaq, 12X, üstə gəl 6X, üstə gəl 2Y.
2 A-ya bərabərdir. Deməli, karbonda proton sayı 6-dır, hidrogende də 1-dir oradan hesablayıb. Bu da 9y, 9x daha doğrusu üstə gəl y bərabərdir A-ya. Bunu tapdıq. Neytron sayı A-dır deyir. Neytron sayı tapsaq, hidrogende neytron yoxdur. Karbonda var. Karbonda neytron sayı 6-dır. Yəni, elə burada 12x eləyəcək. 12x nəyə bərabərdir? 12x bərabərdir A-ya. Neytron sayı A-dır deyil. Deməli, yuxarıda yerinə qoysaq, burada A-nın yerinə 9x üstə gəl y bərabərdir 12x eləyəcək. Y nəyə bərabərdir? X-a. Bunu tapdıq. Qaz aşının hölümə görə riski sıxlığını tapmaq üçün əvvəlcə M ortanı hesablamalıyım. C2H6 deməli 30 kütləsi 30-dur. 30x üstə gəl 2y və aşağıda yazaq x plus y. Bunu hesablayaq. Yerinə qoyuq. Sadəcə y-in əvəzinə 3x qoysaq, yuxarıda olur 36x böl 4x bərabərdir 9-a. Və heliuma görə nisbi sıxlıqda tapsaq 9 böl 4 bizə verəcək 2,25-i. 34. Turşunun 0,25 molunun tam neytrallaşmasına 200 qram 9,25% kalsium hidroksid lazımdır. Yəni, bu, yəni, tam neytrallaşma dediyi üçün o H sayı H sayına bərabər olmalıdır. Əvvəlcə tapaq görək bu kalsium hidroksid neçə qram imiş? 200 qram, deməli 100%-dir. M qramda 9,25-dir. Kütləsi nə imiş? 18,5 imiş. 18,5-dəki, deməli, 1 molun kütləsi 74-dür. Deməli, 0,25 moldur ki, bu 18,5 qram eləyib də. Kalsium hidroksid var. Burada OH-ın sayı bizə verir, deməli, 0,5-i, 0,5 OH var. Bu 0,5 OH sayı da bərabər olmalıdır H sayına. Yəni 0,5-də H olmalıdır. 0,5 H olması üçün bu 2 əsaslı olmalıdır. 2 əsaslı. H2 yazmamışıq deyil, 2 əsaslı yazaq. 2 əsaslı olması üçün də burada variantlardan deməli manqanat turşusu. H2 manqan öldür. Biri götürərik. Hipofosfit olmaz. Adipin turşusu olar COH qrupuna görə. Benzoid olmayacaq, fosfit H3PO3 olar və tereftal. Tereftalda da COH, 2 dənə COH qrupu var. Yəni, orada əvəz oluna bilən hidrogen sayı 2-dir. Deyəcək, cavabı 1, 3, 5, 6.